Bu 10 günün içində bildiyimiz kimi Qədir gecəsi var və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu 10 günü itaətdə, ibadətdə keçirməyi tövsiyə edib. Hətta Peyğəmbərimizdən rəvayət olunub ki, Ayşə radiyallahu anhə rəvayət edərdi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bu son 10 gecəni hətta yoldaşları ilə belə münasibətdə olmazdı. Ancaq ibadətdə keçirərdi. Və əgər kimsə, yəni işi əsudə vaxtısa, yəni səhər 7-də, 8-də işdə olmayacaqsa, yəni 11-də, 12-də, 1-də gedə bilirsə və yaxud da ki, ezamiyyət götürüb, məzuniyyət götürüb, yəni Ramazanın ayını və ya Ramazanın son 10 gecəsinin evdə olacaqsa, ilk öncə onlara tövsiyəmiz odur ki, İşa namazından sübh namazına qədər vaxtlarını itaətdə, ibadətdə keçirsinlər. Telefonu qoysunlar bir qırağa. Biraz Quran oxusunlar, biraz namaz qılsınlar, biraz istiğfar eləsin, biraz tövbə eləsin, biraz zikir eləsin. Sonra biraz özünə istirahət versin. Sonra yenidən bu ibadətləri mütəmadi olaraq səhərə kimi Allahın izni ilə ibadətlərdə olsun. Yəni sırf yalnız namazda keçirməsin, yalnız Quranda keçirməsin, yalnız istiğfarda, tövbədə keçirməsin. Hərəsindən eləsin, namaz da qılsın, Quran da oxusun, zikir də eləsin, istiğfar da eləsin, dua da eləsin. Hətta imkanı varsa öz əhl-i beytini də özü ilə bir yerdə bu 10 gündə ibadət eləsin. Bu o kəslər aiddir ki, kimlərin ki artıq vaxtları özünə məxsusdur. Yəni bu 10 gün artıq kimi üçünsə çalışmayacaqlar, üstlərində bir iş məsuliyyəti yoxdur. Amma kimlərsə bizim kimi fəhlə baladırsa, səhər tezdən işdə olmalıdırlar, 9-da işdə olmalıdır, 8-də işdə olmalıdırsa, o zaman bu insanlar işidən sonra namaz qılıb, yəni işanı qılsınlar və işanın sünnətini qılıb dərhal yatsınlar. Yəni gecənin çox hissəsini yatsınlar. Yalnız sübhə saat yarım qalmış dursun, dursun və həm namaz qılsın, həm istiğfar eləsin, həm tövbə eləsin, həm Quran oxusun. Yəni gecənin son 3də birində saat yarım dursun və sübhə qədər itaətdə, ibadətdə, Quranda, zikirdə keçirsin və 10 dəqiqə də özü üçün suhura vaxt ayırsın. Hətta bu 10 gecənin birində Qədir gecəsini isabət eləsin. Yəni 2 variant var. Ya birinci variant, ya da ikinci variant. İndi hər öz halına, işinə, gücünə baxsın və bu ikisindən birini seçsin. Və unutmayaq ki, Qədir gecəsi elə belə gecə deyil. Qədir gecəsi 83 aydan üstündür. Qədir gecəsini isabət edən insan, onun artıq keçmiş günahları bağışlanmış olur. Qədir gecəsi Quranın nazil olduğu gecədir. Qədir gecəsi səmanın, yeryüzünün, mələklərin əhatə eləməsidir. Bütün mələklər enir, sakitçilik olur, sükunət olur, insanın qəlbi genişlənir, qəlbində qorxu, təlaş olmur. Və Qədir gecəsində də insan elədikləri dualar da qəbul olan dualardır. Ona görə bəziləri var, görürsən ki, yalnız dua edirlər və sonra başqa heç bir şey eləmirlər. Bəziləri yalnız Quran oxuyur, bəziləri yalnız namaz qılır, amma bu cür olmalı deyil. Olmalıdır necə? Həm Quran oxumalıdır, həm namaz qılmalıdır, həm zikir eləməlidir, həm istiğfar eləməlidir və edəcəyi duaların da başında deyənən dua, necə ki Ayşə radiyallahu anhə rəvayət edir, Allahumma innəkə əfuvun tuhibbul əffa fa'fu anni. Bax, bu duanı eləsin. Və ev əhli də oyansın, namaz da qılsınlar, dua da eləsinlər, istiğfar da eləsinlər və çalışaq ki, bu son 10 günümüzü itaətdə, ibadətdə keçirək, hətta Allahın bağışlanan qullarından olaq, Qədir gecəsinə isabət edən qullarından olaq, əfv olunmuş qullardan olaq və bu ibadət də bizim əməl dəftərimizə 83 il bərabərliyində bir savab kimi bizə gəlsin. Allah Teala bizi müvəffəq eləsin və çalışaq bu 10 günü tənbəllik eləməyək, çünki artıq biz Ramazanın ilk 20 gününü artıq geridə qoyduq. Kimdə o günlərdə nə səhlənkarlıq vardı, nə boşluq vardı, artıq
geride qaldı, o geri qayıtmayacaq. Amma qabaqda olan 10 günümüz var ki, biz onların həm gecəsindən, həm də gündüzündən layiqincə istifadə edək. Hətta boşluqlarımızı dolduraq. Çünki əməllər sonluqlandı. Əvvəldə necə başlamışıqsa, onu artıq unudaq. Biz artıq son 10 günü layiqincə itaətdə, ibadətdə keçirək. Allah Subhanahu taala bizi bütün sevi və razı qaldığı xeyir əməllər müvəffəq eləsin. Dua edək ki, Allah Subhanahu taala müsəlman ümmətinin üzərindən fitnələri, bəlaları Allah Subhanahu tezliklə qaldırsın. Müsəlmanlara zülm eləyən kafirləri, zındıqları Allah Subhanahu taala zəlil eləsin, onları rüsvay eləsin, onlara elə bir bəla, elə bir müsibət göndərsin ki, onların ataları, babaları o müsibəti belə görməyib. Allah Teala müsəlman ümmətini qorusun. Allah Subhanahu taala müsəlman ümmətini Quran və sünnə üzərinə cəm eləsin, tövhid üzərinə cəm eləsin. Allah Teala bizi də əfv eləsin, bağışlasın. Bizim xalqımıza, bizim millətimizə hidayət eləsin, onları düz yola yönəltsin. Allah Teala bizim və sair müsəlman dövlətlərin əmin-amansını artırsın, əmin-amansını qorusun. Bizə və bizim dövlətimizə fəsad eləmək istəyən, fitnə eləmək istəyən, bizim əmin-amansılığımızı pozan, sakitliyimizi pozan kim istəyirsə, bunu eləmək istəyirsə, kim bizim əmin-amansılığımızı, bizim sükunətimizi, sakitliyimizi pozmaq istəyirsə, burada fitnə, fəsad qaldırmaq istəyirsə, Allah Teala onları tezliklə ifşa eləsin. Allah Teala onların layiqli cəzalarını versin. Allah Teala bizim ümməti bir eləsin. Quran və sünnə üzərində, sələf-i salih mənhəci üzərində olan bir ümmət eləsin. Allah Teala bizi eşidib bağışlanlardan eləsin. Və subhanəkallahumma və bihamdik. Estağfiruka və atubu ileyk.